Bugünün nağılı Dinc Toppuş. Salam, mən Dinc Toppuşam. Mən sizin toppuşunuz olum, sizi aramladıb rahatladaram. Bugün sizə dinc olmanın nə qədər gözəl olmasını göstərəcəyəm. Ora bax, mən çox həyəcanlandım. Da, mən gəldim. Gözəldir, hə? Siz indi aram və rahat olaraq bu halın nə qədər sevməli olmasını görə bilərsiniz. Ancaq gahdan duyğularınız coşub daşanda özünüzü itirirsiniz. Bu halda aram və dinc olmanın gözəlliyini görmək də çətin olur. Duyğu toppuşlarından birisi böyüməyə başlayanda dinc toppuşu axtarmaq çox mühüm bir iş sayılır. Amma işin əvvəlində baxıb görməlisən, hansı duyğunun toppuşu baş qaldırıb özünü göstərir. Məsələn, bu hirsli toppuşdur. Oyuncağın itəndə acıqlanırsan, ya da işlər istədiyin kimi olmayanda cana gəlirsən. Bu da höyüşnə toppuşdur. Yeni bir iş görəndə nigaran olursan, qorxusan başarmayasan. Höyüşnə, istirab. Bu da qəmli toppuş. Heç kim səninlə oynamayanda tək qalırsan, ya dondurma yerə düşəndə pozulursan. Hər bir duyğunun fərqli çarəsi var. Buna görə də duyğuları tanımalısan. Əsəbi, nigaran, qorxmuş, pozuq, yalnız, itkin, acıqlı, incik, cana gəlmiş. Dinc toppuşu tapmağın yolu ilk başda böyümüş toppuşun tanımasıdır. Halımıza görə yazmaq ya nəqqaşı çəkmək böyüyən toppuşun tanımasına kömək ola bilər. Böyümüş toppuşu tanıdıq. İndi onu dinc toppuşa çevirməliyik. Bəzi vaxtlar halımızı gözəl, sevimli və dincəldən işlərlə doldura bilərik. Bax gör nə zamanlar özünü dinc hiss edirsən, o işləri daha çox gör. Rəngli midadlarını çətir, kağız üstündə sevdiyin rəngləri boya ya da aram bir musiqi dinlə. Aramladan yazmaq və oxumaq üçün kitab dəftərlərin var ya da dincəlmək üçün aramladan təsəvvürlərin var. Gəlin dilcəndən nəfəslər almaq üçün bir yol öyrənək. Dincəldən nəfəslər. Nəfəs al, nəfəs ver. Nəfəs al, nəfəs ver. Hər nəfəsdə zehnində yaşıl girdələri canlandır. Cızıqlı girdələrdə nəfəs al, xallı girdələrdə nəfəs ver. Mənim duyğularım indi bu dinc yerdədir. Mən aramlaşıb burdan çıxıram. Gəlin böyümüş toppuşun dincətmək üçün başqa bir oyun oynayaq. Hər şeir fərqli bir duyğunun toppuşu üçündür. Barmaqlarımı bir say, tez gəl dincəl bizə tay. Doldur sinəvə bol hava, toppuşları çulğala. 5 barmağın ucundan, yol çək yaşıl ucundan. Höyüşnə çox böyümüş, püflə qaçsın qucundan. 2 toppuş ucunda, biri göy, biri yaşıl. Qarışdır barmağınla, sən fikirlərə qatıl. Dərin nəfəs qızılgül, qoxla doldur sinəvə. Püflə hərdən ucuva, qəm üstündən tez atıl. Vay, bax ora, gör nə dincəlib. O böyük yumuşaq yastığı da çox bəyəndim. Məncə dinc toppuşunu tapmaq üçün sənə çox şeylər öyrətdim.
Görüşmək üzərə.